Pasientimizin 38 yaşı var. Bizə qarnının aşağı nahiyəsində ağrılarla müraciət elədi. Müayinə zamanı aşkar olundu ki, uşaqlıqda böyük ölçülü, yəni 9 sm civarında subserioz intramural, yəni uşaqlığın daxilinə sirayət edən miomamız var. Xəstəmizə çox böyük narahatçılıqlar verirdi. Ara sıra qanamalarımız da var. Hal-hazırda bu gün qərar verdik, miomanı xaric edirik. Uşaqlığı qorumaq məqsədi ilə çalışacağıq, uşaqlığımızı qoruyaq. Miomanı xaric eləyəcəyik. Bütün müayinələrdən keçmişik. İnşallah hər bir şey qaydasındadır. Əməliyyatımızı birazdan başlayacağıq. İnşallah narahat deyilsən, düzdür? Pasientimiz spinal narkozdan biraz qorxduğuna görə ümumi narkoza qərar vermişik. İnşallah əməliyyatımızı bitirəndən sonra yenə də sizinlə paylaşarıq. Əməliyyatımız bitdi. Əməliyyatımız fəsadsız keçdi. Miomanı xaric elədik. Uşaqlığı qoruyub saxladıq. Böyük bir ölçüdə mioma xaric elədik. Hər şey yaxşıdır. HTÇ klinikasının əməliyyat şöbəsinə təşəkkür edirəm. Sağ olsun ekibimiz. Çox rahatlıqla əməliyyatımızı başa çatdırdıq. Xüsusən də Ləman xanıma təşəkkür edirəm. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.